28 iyun 2024-cü il tarixli qanuna əsasən Azərbaycan Respublikası İnzibati Xətalar və Azərbaycan Respublikası Cinayət Məcəllələrinə bir sıra dəyişikliklər edilmişdir. Həmin dəyişikliklər erkən evliliklərin, erkən nikahların və sövdələşmələrin qarşısının alınması məqsədi güdür və qeyd olunan dəyişikliklər artıq 1 iyul 2025-ci il tarixdən qüvvəyə minməyə başlayacaqdır. İlk öncə gəlin başlayaq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə yeni əlavə olunmuş 189-1-ci maddədən. Həmin maddəyə əsasən 16 yaşına çatmayan şəxslərin nişanlanması və evlənməsinə dair sövdələşmə bağlayan şəxslər, bunlar kimlərdir? 1. 16 yaşına çatmayan şəxsin valideynləri və ya onu tərbiyə etmək vəzifəsində olan şəxslər. 2. Qarşı tərəf, hansı ki 16 yaşına çatmayan şəxs nişanlanma və ya evlənmə barədə sövdələşir, onun valideynləri və onu tərbiyə etmək vəzifəsində olan şəxslər. 2. Bir də əgər qarşı tərəf yetkinlik yaşına çatmışdırsa, həmin şəxsin özü. Bunlar inzibati qaydada məsuliyyət daşıyırlar. Belə ki, sözügedən sövdələşməyə daxil olmağa görə 1000 manatdan 2000 manata dək məbləğdə cərimə edilirlər və ya işin hallarına görə pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 1 aydan 2 aya dək müddətdə inzibati qaydada həbs olunurlar. Bu tip işlərə isə baxılır rayon və şəhər məhkəmələrində. Qeyd edək ki, bu maddəyə görə inzibati məsuliyyət sözügedən 16 yaşlı şəxslə onun nişanlanması və ya evlənməsi barədə sövdələşmə bağlandığı şəxsin yaş fərqi 5 ildən çox olduğu hallarda yaranır. Yəni 5 ildən az yaş fərqi varsa, inzibati xəta tətbiq olunmur. İnzibati Xətalar Məcəlləsinə digər yeni bir maddə ictimai iaşə obyektləri ilə bağlı əlavə olunmuşdur. Belə ki, 189-2-ci maddəyə əsasən ictimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasim deyildikdə burada toy, nişan və ya xınayaxtı mərasimləri və bununla bağlı digər adlı mərasimlər nəzərdə tutulur. Keçirilməsinə görə fiziki şəxslər 1000 manatdan 1500 manata dək məbləğdə, vəzifəli şəxslər 3000 manatdan 4000 manata dək məbləğdə, hüquqi şəxslər isə 6000 manatdan 9000 manata dək cərimə edilir. Burada erkən evlilik deyildikdə yetkinlik yaşına çatmayan şəxslə nikah bağlamadan ailə qurmaq məsələ ilə yaradılan ittifaq başa düşülür. Bu tip işlərə isə baxılır həm Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən. Buna görə də iyulun 1-dən etibarən, hansı ki bu tarixdən etibarən dəyişikliklər qüvvəyə minir, ictimai iaşə obyektlərinin idarəçilərinə və sahibkarlara tövsiyə olunur ki, belə mərasimlərin sifarişləri gələn zaman tərəflərin şəxsiyyət vəsiqələrini tələb etsinlər və özlərində saxlasınlar ki, sabah belə bir problemlə rastlaşmasınlar. Onu da qeyd eləyək ki, bir il ərzində ictimai iaşə obyektləri tərəfindən bu əməllər təkrar törədildiyi təqdirdə fiziki şəxslər 2000 manatdan 2500 manata dək məbləğdə, vəzifəli şəxslər 5000 manatdan 6000 manata dək məbləğdə, hüquqi şəxslər isə 10000 manatdan 13000 manata dək məbləğdə cərimə edilir və bu dəfə artıq onların işlərinə rayon və şəhər məhkəmələrində baxılır. Bundan başqa da dini kəbin kəsmə fəaliyyəti ilə məşğul olan din xadimləri barədə də yeni bir maddə əlavə edilmişdir. Belə ki, yetkinlik yaşına çatmayan şəxs barəsində dini kəbin kəsməyə görə fiziki şəxslər 1000 manat məbləğində cərimə edilir və bu işlərə baxılır Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və ya Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən. Lakin bu tip əməllər bir il ərzində təkrar törədilərsə, bu dəfə artıq işə baxılır rayon və şəhər məhkəmələrində və bu dəfə artıq fiziki şəxslər 2000 manat məbləğində cərimə edilir və yaxud işin hallarına görə pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 gündən 1 ayadək müddətə inzibati həbs tətbiq olunur.